Salam, hər vaxtınız xeyir olsun. Bugün 11-ci sinif 15 Mart buraxılış imtahan suallarını izah edirik. İlk öncə qrammatika sualları ilə başlayaq. 7-ci sualla başlasaq, 7-ci sual kompleks objekt mövzusudur. Deməli, burada bizim 3-cü qrup fe'limizi görürük. Want 3-cü qrup fe'limizdir. Özündən sonra gələn fe'li to ilə istəyir. Deməli, A variantımız düzgün cavabdır. 8-ci suala baxırıq. I'll tell you. Biz bilirik ki, bu tipli cümlələrdə deməli sual cümləsi kimi yox, nəqli cümlə ardıcıllığı ilə davam etməliyik. Baxırıq, sual sözü harda önə çıxıbsa, ilk öncə onları çıxmaq lazımdır. Did əvvələ keçib, how many beaches? Are əvvələ keçib, zera olmalıydı. What time? Have they yox, they have. Sonra ümumiyyətlə what time-la have də düzgün deyil, heç vermək olmaz. Yenə də əvvəl də keçib. Bu cümlədə 2 səhv var. How long will önə keçib. Düzgün cavab A variantıdır. 9-cu suala baxırıq. Kind people deyə bilərik. Bir də gentle people have a lot of good personal qualities. Deməli, yaxşı insani keyfiyyətləri olan insanlar kind, yəni xeyirxah və gentle. Yenə də alicənab insanlar ola bilər. Greedy, acgöz, rude isə kobud deməkdir. Düzgün cavab D variantı. Yesterday, Alex, deməli, dünən hansı zamandır? Past simple, keçmiş sadə zamandır. Düzgün cavab Y variantıdır. 11-ci suala baxırıq. The salesman had a lot of antique carpets. Carpet xalçalardan söhbət gedir, cəmdədir. Cəmdədirsə biz ikinci tərəfdə it verilən variantları çıxırıq. Düzgün cavab 2 və 3. Və burada ikinci tərəfdə görürük ki, yenə də xəbərimiz də cəmdədir. 2, 3 düzgün cavab C variantıdır. My daughter is very. Very'dən sonra biz bilirik ki, adjektivdə adi dərəcə gəlməlidir. Adi dərəcədə bir dənə D variantında verilib. 13-cü suala baxırıq. Deməli, elə birbaşa suallarla davam etsək, able özündən sonra to istəyir. Y variantında hadn't yanlış versiyadır. Ought özündən sonra to istəyir. Bir dənə düzgün cavab D variantı qalır. C variantı qalır. I couldn't lift the box as it was too heavy. Qutu çox ağır olduğuna görə mən onu qaldıra bilmədim. Və 14-cü suala baxırıq. 14-cü sualda make-up sentence cümlə qurmaqdır. Deməli, kitablar insanların həyatında çox vacibdir. Bu tipli cümlə qurmalıyıq. Books are very important in the life of people. People sonda gələcək və deməli 2 ilə başlayırıq. Düzgün cavab A variantıdır. The little girl is pleased. Pleased özündən sonra with. Pleased with bu şəkildə işlədilir. Both deməli bir dəqiqə, sorry. Bəli. The little girl is pleased with the blouse which was bought for her. Kimin üçün alınmışdı? Onun üçün alınmışdı. Məmnun oldu. Pleased with ilə işlədilir. Düzgün cavab C variantıdır. Və 16-cı suala baxaq. 16-cı sualda all people stop fighting with one another. Bütün insanlar digərləri ilə dalaşmağı dayandırsa, yəni döyüşməyi dayandırsa, the world will be a much better place. Dünya daha yaxşı yer olacaq. Deməli, insanlar döyüşməyi dayandıranda, nə vaxt ki dayandırır, dayandıranda deyərək tərcümə edirik. O zaman biz B variantını götürürük, when deyirik. 17-ci sualda isə düzgün variantı yenə seçirik. A cup of tea düzgündür. A glasses olmaz. Bilir ki, təkdə olan isimlərin qarşısında işlənir, glasses cəmdədir. 2 kilos olmalıydı. A bar of chocolate da düzgündür. 1, 4, B variantı düzgündür. 18-ci suala baxırıq. Was the train 2 hours late? Train qatar 2 saat gecikmişdi. Nəyə görə gecikmişdi? B variantı doğrudur. 19-cu suala baxırıq. Chinese is one of most görürüksə, mostdan sonra deməli isim gəlibsə ancient languages, bu zaman ən qədim dil kimi tərcümə edirik və sifətin üstünlük dərəcəsi olduğu üçün the article-ını qoyuruq. In the world o zaman da biz yenə də the article-ını istifadə edirik. C variantı düzgündür. 20-ci sualımız passive voice-dır, məchul növ. The director has announced the new rules. Direktor yeni qaydaları elan etdi. Deməli, həz görürük. Həz görürüksə digər variantlara çıxırıq. Have been, has been lazımdır bizə. The new rules-la başlamalıyıq və D variantını da atırıq. Və rules cəmdə olduğu üçün biz artıq has yox, have götürürük. Y variantı doğrudur. 21-ci suala baxırıq. Opposite meanings lazımdır bizə, yəni
antonimlər lazımdır. Bir də to defend müdafiə etmək, attack hücum etmək, biri götürürük. Liberate azad etmək, free azad etmək sinonimdir, götürmürük ikini. Fail uğursuzluğa düçar olmaq, success uğur qazanmaq, 3də düzgündə antonimdir. Reject və refuse ikisi də rədd etmək. Destroy korlamaq, məhv etmək, build isə tikmək deməkdir. D variantı doğrudur. Və sonuncu qrammatika sualı 22-yə baxırıq. Butter yağ, deməli sayılmayan tək isimdir. Biz burada nə istifadə edə bilərik? Much, little, a lot of. Digərlərini çıxırıq, a lotun of'u yoxdur. D variantı düzgündür.